Hər kəsə salam. Salam, əziz üçüncülər və əziz valideynlər. Bugün sizlərlə bərabər 3-cü sinif 2-ci hissə dərslik səhifə 52-də məsələləri işləyəcəyik. Məsələ 3-də bir televizor zavoddan 390 manata alınır və mağazada 516 manata satılır. Gün ərzində 7 televizor satılarsa mağaza nə qədər qazanc əldə edər? Birinci 516-dan çıxacağıq 390-ı və cavab 126 manat edəcək. Və sonra tapdığımız cavabı 7-yə vuracağıq. Yəni 7-ni 126-ya 126 manata vuracağıq. Cavab 882 manat eləyir. Məsələ 4. Ailədə atanın aylıq maaşı 580 manat, ananın aylıq maaşı isə 350 manatdır. Ay ərzində kommunal xərclər 135 manat, qida 400 manat, digər xərclər isə 280 manat təşkil edir. Ailənin aylıq yığımı nə qədərdir? Birinci gəliri tapmaq üçün 580-nin üstünə 350 gələcək və cavab 930 manat eləyəcək. Gəlir 930 manatdır. 135-in üstünə 400, üstünə 280 manat gəlirik. Cavab 815 manat eləyir. Xərcimiz 815 manatdır. 930-dan çıxır. Yığılımı tapmaq üçün isə 930-dan çıxırıq 815-i, cavab 115 manat edir və yığılım 115 manat edir. Keçək misal 5-ə. Satıcı limonun bir ədədini 20 qəpiyə alır və 1 manatını 1/4 hissəsinə satır. 1 manat 100 qəpikdir. 100 qəpiyin 1/4 hissəsini tapmaq üçün 100-ü ilk öncə bölürük 4-ə və vururuq 1-ə. Cavab eləyir 125 qəpik. 25 qəpik. O bir limonun satışından neçə qəpik qazanc əldə edir? Deməli, onun qazancını tapmaq üçün də 25-dən çıxırıq 20-ni və 5 qəpik. 5 qəpik qazanc əldə edir. Çünki o bir dənə yumurtanı 20 qəpiyə alır və 1 manatın 1/4 hissəsini tapdıq. Elədi 25. 25 qəpiyə satır və 5 qəpik gəlir əldə edir. Sonra satıcı gün ərzində 136 limon satarsa nə qədər qazanc əldə edər? Cavabı manat və qəpiklərlə ifadə edin. Deməli, vururuq 136-nı vururuq 5 qəpiyə. Çünki qazancı 5 qəpikdir. Vururuq 5-ə. Cavab eləyir 680. 80 qəpik 6 manat 80 qəpikdə qazancıdır. Keçirik məsələ 6-ya. Usta 6 stul düzəltmək üçün taxta və mismarlar müəyyən qədər pul xərclədi. O bir stulu 36 manata satdı. Usta nə qədər gəlir əldə etdi? Usta cəmi 96 manat qazanc əldə edibsə taxta və mismarlara nə qədər pul xərcləyibdir? Deməli, gəliri tapırıq. Gəlir
tapmaq üçün 6-nı vururuq 36-ya cavab 216 manat və 6 sütunludan 216 manat. 216-dan da çıxırıq 96-nı eləyir 120 manat və xərci də tapırıq. Xərcimiz 120 manatdır. Digər dərsimiz ölçmə məlumatların təsviri. Digər dərsimizi isə gələn videomuzda sizə başa salacağım. Like atıb abunə olmağı unutmayın. Sağ olun.